Salyanda xeyirxahlığın və sədaqətin nümunəsi olan duyğusal görüş baş tutub. Bugünkü müsahibimiz hər kəsin yaxından tanıdığı, xeyriyyəçilik fəaliyyətində daim fəallığı ilə seçilən, imkansız ailələrə sonsuz diqqət və qayğı göstərən Salyan rayon Uşaq Fondunun rəhbəri, Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək rəhbəri, eyni zamanda Salyan rayon İcra Hakimiyyəti İctimai Şurasının üzvü Sevinç Bünyatova olub. Sevinç xanım uzun illərdir ki, sosial layihələrdə fəal iştirak edir, ehtiyacı olan ailələrin yanında olur. Son illərdə isə öz bacarığı və fəaliyyəti ilə ölkə hüdudlarından kənarda da tanınaraq Avropanın bir çox ölkəsində keçirilən beynəlxalq konfranslarda Azərbaycanı layiqincə təmsil edib, müxtəlif fəxri diplomlara layiq görülüb. Bu dəfə Sevinç xanım bizə illər öncəyə aparan maraqlı və duyğusal bir görüşlə təəccübləndirdi. Belə ki, o 25 il öncə yaxından dəstək göstərdiyi bir ailəni yenidən ziyarət edib. 2001-ci ildə həmin ailədə 3 oğlan uşağı dünyaya gəlmişdi. O dövrdə ailəyə dəstək olan Sevinç xanım illər sonra həmin uşaqları yenidən axtarıb taparaq onlarla görüşüb. Artıq böyüyərək yetkin gənclərə çevrilən Yusif, Ramin və Ramil Sevinç xanımı böyük sevgi və hörmətlə qarşılayıblar. Sevinç xanım onların həyat yolu, təhsili və gələcək planları ilə maraqlanıb. Bundan sonra da mütəmadi əlaqə saxlayacağını və hər zaman yanlarında olacağını bildirib. Görüşdə həmçinin Aran Uşaqların Sağlam Gələcəyi İctimai Birliyinin təsisçisi Mirzə Məmmədov da iştirak edib. O gənclərlə səmimi söhbət apararaq onlara dəyərli tövsiyələrini çatdırıb, qayğı və problemləri ilə maraqlanıb. Sevinç Bünyatova və Mirzə Məmmədov illər keçsə də qayğıya ehtiyacı olan ailələri unutmadıqlarını, xeyirxahlıq və sədaqət prinsiplərinə daim sadiq qaldıqlarını bir daha sübut ediblər. Baş tutan görüş həm ailə üzvləri, həm də iştirakçılar üçün unudulmaz və duyğusal anlarla yadda qalıb. Qurban Vidadioğlu, Səmir Şahlaroğlu bu gün informasiya proqramı üçün.